Salam millət, necəsiz? Bugün inşallah biz havanın gözəl olmasına istifadə edəcəyik. Bugün İmmunoy tur sürücülərə sizin üçün, yəni özüm üçün bir yay mətbəxi hazırlayacağam. Bunun da qiymətini bilirsiniz. Türkiyədə $300 bunun qiyməti var. Amma mən bunu Azərbaycanda özüm öz əllərimlə harasa bir 100 manat civarında hazırlayacağam. Hər bir şeyini sizin üçün göstərəcəm. Nə hansı ölçüdədir, hansı santimetrdədir, hansılardan necə kəstirməlisiniz, qiymətlər nə qədər olacaq, hamısını sizə deyəcəm. İzləmədə qalın, əla video olacaq. Yay mətbəxi üçün nələr lazımdır, onları göstərəcəm sizə. 2 ədəd mən dik almışdım 15'lik. Bunların hamısını ölçülərlə kəstirdim. Yanlar, arxası və önləri, içərisi. Və bunun üçün lazım olan şeylərimiz var. Burada şuruplardır. Bunların ölçülərini ən sonda deyəcəm. Petlələr falan, uqolniklər və ən əsas bizim üçün zəncir lazımdır. Bunu da ən sonda biləcəksiniz nə üçündür. Və bir də Dədə-baba qapılarda keçmə olur. Bax, onlardan da lazımdır bizə. Ki, qapını saxlasın. Bir ədəd akkumulyatorla işləyən, şurupevor deyirlər, nə deyirlər, drill deyirlər, ondan varımdır. Başlayaq yavaş-yavaş işləməyə, siz də izləmədə qalın. Axırda hər bir hamısının ölçüsünü deyəcəm. Neçə manat eləyib hamısını deyəcəm. Bir-bir siz eləncində hər bir şey hazır eləyəcəksiniz. Çox asandır. İkili sverlo almışam. Bilsin nə üçün? Bu dik 15'likdir. Bunun ortasından birbaşa şurupu vursam, bu şurupları. Bax, bunun yaxından vurun deyə bu çatladı. Amma bununla deşiyi açıb, ondan sonra şurup bağlayanda o çat vermir. Daha səliqəli olur, həm də möhkəm olur. İndi ona görə də birinci sverlo ilə deşəcəm, ondan sonra şurup bağlayacağım. Böyle deşdik. Sonra həmin o deşikdən şurupu vururuq ki, moşun olsun. Все. Baxın, mən hələ bir-bir ölçüləri vermişəm dülgərə ki, düzgün kəs. Bunun kəsdiyinə baxın, bax. Birləşdirəcəm arxadan, tam oturur. Buradan baxın, harca 2 milli fərq qalır. Yəni belə olmalı deyil, belə olanda bizim işimiz çətinləşir. Ya arxadan ya da qarşıdan o kəsintini uca verməliyik məcbur. Hayda. İndi bunlar orijinaldır da, orijinalından satırlar. Heç bir də cəməli bir şey deyil. Mütləq sverlonu ikili alın. Üçlüyü alsaz, şurup boş gedəcək ora. Boş getməyi də o deməkdir ki, taxtalar bir-birinə möhkəm oturmayacaq. Demək olar, yavaş-yavaş karkas hazır olur, qutumuz hazır olur. Ondan sonra daha rahat işləyəcək. İndi bu birisi yanını bağlamaq lazımdır. Bütün taxtalarda deformasiya var. Vagonlarda falan gətirəndə hamısı deformasiya olur, şişir. Ona görə bütün ölçülərdə fərqlilik yaranır. Həm də əyri də olur taxtalar. Ona görə bunlara hamısına diqqət etmək lazım ki, biz də bunları bağlayanda bir-birinə əyri olmasın. Bu yay mətbəxini hazırlama səbəbim odur ki, hava isti olanda tırın çölündə özüm üçün çay qoyum, yemək bişirim, oturum çayımı, kofemi içim, yeməyimi yiyim. Ona görə əminəm ki, bir çox şofer yoldaşlar da, sürücü yoldaşlar da bu şeyləri bəyənirlər. Daha doğrusu xoşlayırlar mənim kimi. Ona görə bu çox gözəl bir şeydir. İndi inşallah hazırlayıb qutarımı yekununda görəcəksiniz. Əla bir əl işimiz olacaq. İnşallah ki, hər kəs bunu öz həyətində, nə bilim, qarajda falan hazırlaya bilər. Biz şoferlərdə əziyyətlə pul qazanırıq. Biri var $300 verək, bir də var ki, beləsinə dikdən falan kəsib özümüz düzəldək. 510 manat ara çox minimal bir məbləğ var. İndi ən sonda onu deyəcəm. O məbləğ hamımızın xoşuna gələcək. Sizə bunun eləməyi səbəbini qoyu göstərdim. Burada bir dənəsi olmalıdır. Onu deşmədən vuranda nə olur onu göstərdim. Bura baxın. Sverlo ilə deşmədən vuranda olan məsələ. Sverlo ilə deşməyib vuranda 2 yerə bölür. Ona görə mən sverlo ilə deşib vururam. Baxın, burada da yoxlamışam. Sverlo ilə deşmişəm, vurmuşam, partlamayıb. Amma buna baxın, 2 bölünür. Ona görə mütləq ikili sverlo alın, sverlo ilə deşin vurun. Ən rahat. Həm cibinizə, həm də əziyyətinizə qənaət edin də, belə deyək. Bir dənə bu içəri girməz, haydi, əla olardı. Fırlanır. Sverlo başlayır içəri girməyə. Mən istədiyim deşiyi açmır, santimetrdə açmır. Baxın, eyni ölçüdə olmalıdır ki, o qədər deşsin.
Səs çıxarmanın səbəbi budur. Sverlonun üzərinə taxta fırlanır, deşə bilmir. Onca başlayır səs çıxartmağa. Yenə fırlanıb bu. Demək olar ki, qutumuz hazırdır. Bura bizim qarşı hissəmiz olacaq. Qapısı belə açılacaq. Olacaq bizim üçün stol. Orada zəncirlə də vuracaq ki, axırda stol səliqəli olsun. Səs deşdim, getdi çöldən çıxdı. Onca yanından birini deşəcəm. Oradan çıxdı. Oradan vursam partlayacaq. Onca yenisini deşəcəm. Tələsmək lazım deyil. Səliqə ilə iş görmək lazımdır. Tələsdinsə mütləq ki bir problem çıxır. Hazırdır. Burada buranı iki hissəyə böləcəm. Bir balaca bir hissə olacaq. Bura qaz balon qoyub üzərində yemək bişirmək üçün. Və bunun üzərində də ikinci mərtəbəsi olacaq. Həm qabları, həm də alacağınız məhsulları yığmaq üçün. Ölçülərə baxın, əyri dayanmaz. Baxın, mən bunu deyirəm, səhv kəsim budur. Ya dülgərin metrəsində problem var, ya da bilmirəm. Baxın, hər bir yerə milli yarım, 2 milli fərq var. Bu bizə biraz problem yaradacaq, amma eybi yoxdur. Narahat olmayın. Çünki onsuz da biz bunun üzərinə qapı qoyulacaq. O həmin qapı bizi stol əvəzləyəcək. Və içəri toz, zirzibil girməsin deyənə bunun qıraqlarından rezin vurulacaq. Düzdür, mən indi rezini almamışam. Rezini ən sonda tırın içərisinə qoyanda, paletə qoyanda yapışdırıram. Ya da rasiya tərəfindən alaram, beləsini yapışdırıram. Çünki indi almamışam, indi eləyə bilməyəcəm onu. Hələ ki davam eləyək, harca bir 40% işimizi yekunlaşdırmışıq. Çalışın bunun üzərindən belə sıxın ki möhkəm, o ağzını yeməsin. Ha, bir də belə bir şey var. İstəyə uyğun, istəsiz əgər bunu ən sonda rəngləyə bilərsiniz. Nəyə görə? Yallaq vura bilərsiniz, ya rəng vura bilərsiniz ki, bu pirçepin paletində gedir də. Ora yağış, su, nəmişlik ola bilər, taxta şişə bilər. Bunun üçün vura bilərsiniz, amma mən vurmayacağam. Çünki yay ayında yağış yağmır. Mən yaydan sonra bunu çıxardıb öz evimdə saxlayacağam. Ancaq yaydan yaya taxacağam. Qış görməyəcək. Qışda qaldıqca yaman günə düşür. Taxtalar şişəcək. Amma siz məsəl üçün lak falan vurub onun qarşısını ala bilərsiniz. İçində də fərq olmağı pisdir. Məcburam görsənən yerlərə silikon vurun. Bax, buradan mən düz tutmuşam, amma buradan aralıdır. Yəni mən məcburam şurup vurandan sonra ora ən sonda ora silikonla doldurum ki, içəriyə toz, qarışqa, cücü falan girməsin. Baxın, nə qədər şurupu vursan da çatlamır. Çünki nə edirik? Sverlonla deşirik. Bizim problemimiz burada olacaq. Bax, ən çətin məsələmiz burada olacaq. Görə aşağını da belə sıxsa əla olar. Bax, burası sıxıldı. Aşağını da sıxsa super olar. Sıxmasa da ki, məcbur ən sonda silikon vuracaq. Sıxmadı, gördünüz? Məsafə qaldı. Ona da silikonla düzəldəcək. Burada da əyrilik var. 60% işimiz hazırdır. İndi bunun içərisini mən bunu 30 sm hesablamışam ki, bu hissədə qaz balon qoyub üzərində yemək bişirə bilək. Buranda 2 hissəyə böləcəm. Bunu da mən təqribi böləcəm 2 hissəyə, çünki hələ tam dəqiq bilmirəm üstə nə yığacam, altına nə yığacam. Belə bir şey olacaq içərisi. Bax belə. İndi buranı yəqin ki mən daha enli eləyəcəm, yuxarını bax bu qədər. Saxlasam polnu mənim üçün bəsdir. Doğru hal oldu mən. Ölçülərini qəşəng vermişəm. Elə bil ki, mebel yerində işləyirəm sanki. Doğrudan tır şoferləri çox şeyi, professional cəhətlərində bilməsələr, çox şeyi daha gözəl bilirlər. Çox əziyyət verdin, ay dülgərsən. Çox. Baxın bura, görün nə qədər fərq var orada. Mən bunu necə bərabərləşəcəm, necə bir-birinə sıxacam bilmirəm. Özvə metral, əmi. Özvə təzə metral. Sən mənə əziyyət verdin. Bunu çox vurmayacağam. Bir aşağıdan vuracağam, bir yuxarıdan. Çünki bunu ölçüsünü götürmək çətindir. Mən çünki bunu santimetrlə vurmadım, təqribən amma bilirəm. Bura 30 sm olacaq, burada 68 yarım. Çünki bizim dikimiz 15 millilikdir. Bura 30, içərisi burada 68 yarım. Orta hissədən böldük. Ora bizim oldu qaz balon qoyacağımız yer. İndi bura hündür olan hissəsi, nəzik olan hissəsini şey eləyəcəm. Nə bilim, xırda xuruş şeylər qoyacağım içinə. Buradakı əsas qab-qacaqlar falan burada olacaq. Üzərində qapaq olacaq. Ondan sonra petlərini vuracağam. Hələ işimiz var. İşimiz hələ yekunlaşmıyor. Yenə heç olmasa buranın içərisini ölçülərində biraz səhvlik var, eybi yoxdur. O da düzələcək. Mən hər zaman bir şey alanda ondan çox alıram ki, işdə biri düşər itər, ikisi düşər itər, bitməsin əlimdə. Bir də getməyim mağazinə. Metrəmiz yox. Metre almaq yaddan çıxıb deyə biraz işim çətin gedir. Tripoddan istifadə edərik. Bayağı eləyik fərmiş. Deməli, buradan qoyanda bunun ən dib hissəsi qarayın ağın arasında olur. Buradan qoyanda, indi düz oldu. İndi düppələm düzdür. Bunu bağlayayım. Yenə əyir deşdim. Bax, tərəsəndə bir şey belə olur. Tərəsmək lazım deyil.
Bu sözü həmişə hər kəsə deyirəm, amma özüm tələsirəm. Yoruldum. Baxın, elə bundan da metrə istifadə etmək olar. Arasına məsafəsinə baxın, getdikcə dəyir. Keçmir. Demək ki, aşağısı əyridir. Mətbəximiz demək olar hazırdır. İçərisi falan bütün bərkitmə işlərini gördüm. Prosta bir dənə nüansımız var ki, mən bir şeyi səhv eləmişəm. Amma onu sizin üçün orada düz yazdım ki, siz o səhv eləməyəsiniz. Mən deməli bunun üst qapağı, yəni bizim stolumuz olan bir şeyi hesaba qatmadığım nə var? Dikin öz enliliyi 15 millidir, 15'li dikdir. Həm sağda var ondan, həm solda var. Ona görə də mən bu qapağını 75 sm yox, götürməliydim mən 78 sm ki, qapaq tam üzərinə bağlansın. Mən elə götürmədiyimə görə, məndə baxın, buradan da dik qalır, buradan da qalır. Əgər mən bunun üzərində 75 yox, 78 sm götürsəydim, o qalmayacaqdı. İndi o ölçüləri mən sizin üçün düzgün qeyd edəcəm ki, siz o səhv eləməyəsiniz. İndi petliləri bağlayacağım. Demək olar 90% yekunlaşıb petlilərə bağlanacaq. Zəncirlər bağlanacaq ki, zəncirlər bilsizdə nə üçündür? Bu stol kimi açılanda tam açılmasın. Zəncirlər onu qoymasın, petlilər qırılmasın. Bu şurupların mən santi yarımlığını tapa bilmədim, bilmirəm olur yoxsa. Mən 2 santlıq aldım. Ona görə böyük ehtimalla bu deşib o bir tərəfə biraz keçəcək. Ehtiyatlı olun. Mən sonradan bunlar üçün yenisini əvəzləyəcəm, dəyişdirəcəm. Çünki bunlar mənə əlimi kəsəcəklər iş görən zaman. Çünki buradan deşiklər olacaq. O da ağız istəyə düşür. Əlimi falan, yəni nəsə iş görəndə deşəcəklər. Burada artıq deşikləri açmışam mən. Şurupları bağlayacağam. Amma yenə sizin üçün bir dənə buradan da göstərdim. Sverlo ilə yenə həmişə kimi deşirik, tən ortadan. Qara hissəsindən deşirik ki, partlanmasın. Qoyuruq və ölçürük ki, eyni tərzdə buradan deyəndə deşik aça bilək, fərqlilik olmasın. Bu moşun olmalıdır ki, bu əsas bu stoluğu saxlayan olacaq. Zəif eləsən, zamanlar oradan qopacaq. Burada Sverlodan istifadə etməyə ehtiyac yoxdur, çünki bunlar balaca şuruplardır. Amma istəsiniz yenə də eləyə bilərsiniz də, rahatçılıq üçün. Baxın mən dediyim kimi, biraz böyük olduğuna görə hamısından bax, sıxıblar çölə. Mən onların hamısını dəyişəcəm, biraz baladasını alıb vuracam. Bu beləncə açılacaq, belə də bağlanacaq. Elə yaxşı bunu sizin üçün çəkirəm. Həm özüm üçün praktika olur, həm də sizin üçün. Mənim petlələrdə bax səhvim budur. Görürsünüz, bunu özüm yuxarıda qoydum ki, görəsiniz. Bunu biz axı paletin içinə qoyacaq. Paletin içinə qoyduğumuz anda bu qapaq açılmayacaq. Gələ bu hündürdə ola. Bu qapaq açılmayacaq. Görürsünüz, bir diş aşağı düşür. Ona görə də mən petlilərin işimi dəyişdim. Petlilərin yerini dəyişəcəm. Petliləri içərdən bağlayacağam ki, bu çölə doğru açılanda eybi yoxdur. Bu 1 sm hündürdə dayansın, amma çölə doğru rahat açılsın. Ancaq beləcə, çünki belə mənim zənnimcə yaxşı alınmır. Belə alınmaz. Çünki hündürdə olmalıdır. Biz paletin içində düz elə bir şey düz yerdən qoyuruq. Bu yerdə olsa bu palet açılmayacaq. Bu stolumuz olmayacaq. Mətbəxin qapısının belə açılmağı lazımdır. Açılması üçün bir yaxdan da orada köhnə taxtalarda eksperiment aparırıq. Deməli, mən bunu beləsə bağlayacağam ora. Amma mütləq bunların hər bir küncünə o satırları qapılara vururlar ki, hava küləyə keçməsin. O rezinləri hər bir yerdə metrdən satırlar bütün tikinti materiallarında. Ondan alıb hər bir tərəfinə ondan yapışdıracağam ki, içəriyə toz, kir, yağış, su zat girməsin. İndi bunları oradan vuracağam. Belə olmağı daha yaxşı olur ki, şuruplar o tərəfə keçsələr belə, yəni insana heç bir problem yaratmayacaqlar. Yəni mənə heç bir problem yaratmayacaqlar. İçəridəkiləri vurdıq. İndi qapıya vuraq. Yəni diqqətlə baxaq ki, hər bir şey düz olsun. Petliləri bağladım. İndi bax, bunun belə düz dayanması üçün məcburduq belə eləməyə. Bax, aşağıdan məsafə qalır. O indi bunu çevirim sizə göstərdim dəqiqliyini. Görsünüz aşağıdan qalan məsafə nə qədərdir. Üçündə buradan zibil falan girməməsi üçün məcburuq ora rezin vuracaq ki, ora heç bir şey girməsin. Bu petlələri mən düz almamışam. Nə qədər eləsəm də yenə ara məsafəsi qalır. Ona görə də mən məcburam. Burada bax, burada ara məsafəsi qalır, eybi yoxdur. İndi kamera çəkir. Yəqin ki, orada bax ara məsafəsi qalır. Ona görə mən məcburam. Xırda reykalar satılır. Onu alacağam, içərdən elə vuracağam ki, onu örtsün. Amma siz bilirsiniz hansı petlədən alarsınız. Bu evlərdə ev mətbəx mebelləri var, içərdən yonulur, o ora keçir, belə dəmir olur uzunamasına. O adını bilmirəm. Bax siz onu alarsınız, o tamamilə kip örtür, kip də açır. Onun iş prinsipi odur. Mən indi beləsini elədim. Mən sadəcə olaraq sabah inşallah reysə çıxmalıyam. Pitikorskiyə pomidor aparacağam. Onun üçün indi nə bacardım bunu edirəm ki, mənim yay mətbəxim olsun. Çünki mən yay mətbəxini sevirəm. Siz amma çalışın o mən dediyim petlədən alın. Çünki o sonra mən özüm də reysinə qaydan sonra onu alacağam. İndi burada bilirsiniz də nə üçündür. Bunu qoyacağam ki belə. Bu indi hündürdə deyil də, tırın içində hündürdə olacaq. Siz bunun üçün nə qədər ağırlıq eləsəniz də, bu seplər o ağırlığın qarşısını alsın. Sepi yuxarıdan uzun vurmadım ki, düşündüm qapı bağlananda sep qoymayacaq. Sep bu arada qalacaq. Qapının bağlanmağını qoymayacaq. Ona görə sepi içərdən vurdum ki, daha rahat olsun.
Hazır. En son en bahalı şey qaldı. Onu da qoyum. Bu da bizim qapımızın, stolumuzun yolda gedəndə açılmaması üçündür. Belə keçməlidir bunun içinə. Bundan ikincisini də alacağım o birisi tərəfə. Çünki buradan aralı qalır. Olacaq əla. Bu qədər. İnanıram ki, hər şey realizdə oldu. Gələk əsas məsələyə. Bunların hamısının ölçülərini deyəcəm və ümumilikdə nə qədər pulum gedib, nə qədər gedib, olan hamısını deyəcəm sizə. Və səhv elədiyim ölçünü deyəcəm. Siz çalışın, o səhvləri eləməyin. Mən bunu onsuz da özüm yazmışam, özüm düzəltmişəm. Baxın, bu, içəridəki bu. 50-nin 58 olacaq. Bu olacaq 69-un 50-yə. Bir ədəd bundan, bir ədəd bundan. Bu 50-nin 100-ədir, 2 ədəd. Deməli, mən bunların ikisində 60-ın 100-ə eləmişəm. Amma bu 60-ın 100-ə olmalı deyil. Çünki biri böyük olmalıdır. O 60-ın 100-ə olmalıdır. Bu isə olmalıdır 103-ün 60-a. Və bunu yadınızdan çıxarmayın. Bu 60-dır, bu 100-dür. Bu 100 olmalı deyil, 103 olmalı ki, bu qapı bağlandığı zaman tam üzərinə örtülsün. Yəni bunu unutmayın, bu yanınızda saxlayın. 103-ün 60-a, bir ədəd 100-ün 60-a, bir ədəd, 2 ədəd 100-ün 50-yə, 50-nin 58-ə, 69-un 50-yə, yanlardakı 51-in 60-a. Hər bir keçəcəksiniz. Bunun üçün sizə belə deyim, 2 ədəd 15'lik dik polunu bəsdir. Çünki baxın, 2 ədəd 15'lik dik almışdım. O artıq parçalar qalıb, o və o. Bunlar artıqdır. Yəni 2 ədəd 15'lik dik alsaz polunu bəsdir. Qiymətlərini də deyim sizə. Deməli, mən bir ədədini 26 manatdan aldım. Bəlkə siz daha ucuz alarsınız, bilmirəm. 2 ədəd dik aldım, 15'lik, 56 manat. Bunların kəsilməyinə, bu qədər bunların parça-parça kəsilməyinə 20 manat pul verdim. Balaca maşınla özüm daşıdım. Heç başqa bir taksiyə pul vermədim, özüm gətirdim. Çox asandır. Heç yarım saat 40 dəqiqə çəkmədi. Kəsdi, doğradı, verdi mənə. Aldığım şeylərdə özünüz gördünüz. Bax, bu artıq şeyləri almayın. Bunlar məndə artıqdır. Bu uqonliklərdən heç almayın. Mən dedim, bəlkə şuruplar möhkəm olmaz. Ona görə mən bunlardan düz harca 16 ədəd almışam. Hər biri 20 qəpik. Almayın bunlarına, ehtiyac yoxdur. 2 manatlıq şurup almışam. Görün nə qədər qalıb. 2 manatlıq şurup almışam. Bu hardasa 5 sm olmalıdır, səhv eləmirəmsə. Bir yarım, 4 santlıq şuruplardır. 2 manatlıq almışım, 1 manatlıq da alsa sizə bəs eləyər. 70 qəpiyə sverlo aldım, 2'lik sverlo. 70 qəpik budur. Bunda da heç 1 manat yox, 50 qəpili belə alsanız bəs eləyər. Başqa nə aldım? 3 ədəd petlə aldım. O petlələri yenə deyirəm, siz başqa petlədən alarsınız. Mən deyim ki, içərdən yonulur, içərisinə qoyulur. O petlədən alarsınız ki, daha rahat olsun. Bir də elə qarmaq aldım, qədimi qapılarda necə ki, keçirilib bağlanılırdı. Bax ondan. Siz də ondan ala bilərsiniz. Mənim bu hələ artıq almağımla bərabər 52 manat diklərə pulum getdi, 20 manat kəsimə pulum getdi. 12 manat 90 qəpikdə bu aldıqlarıma pulum getdi. Çünki hələ mən sverlonun birini artıq almışdım. 13 manat 90 qəpik də ona getdi və salam. Başqa da heç bir şey də. Yenə də baxın, bəlkə nəyisə unutmuş olaram. Bir də bunu dişləri daşınması üçün aldığım yerdən dülgər səkilə daşınması üçün bir yol keçəcək. Fəhlələrə cibinə də 5 manat pul qoydum. Halal xoşları olsun. Bu da bizim mətbəximiz. İnşallah ki, hər bir şey ürəyinizcə olar. Bəyənərək izləyərsiniz. Hazır versəsini bir daha görsədim. Ümumi aldıqlarım xırdavatlarda da 12 manat 90 qəpik pulum getdi. Ümumilikdə deməli 52 manat, üstünə 5 manat fəhlə pulu 57 manat, 12 manat 90 qəpik, 13 manat sayaq onu 60-70 manat, 20 manat da kəsimə pul verdim. Bu da oldu 90 manat. Siz də yay mətbəxi istəyirsinizsə 300 dollar əvəzinə, yəni 510 manat əvəzinə 90 manata 1 saat yarımlıq əziyyət də sayılmır əslində bu. Mənim üçün bu xoşdur. Bu özüm bu şeyləri sevirəm eləməyi. Siz də bu əziyyəti çəkib 90 manata özünüz üçün yay mətbəxi hazır edə bilərsiniz. İnanıram ki, videonu bəyəndiniz. Kanalıma abone olun, like eləyin və rəylərinizi bildirin. Nə sualınız varsa, nə bilmək istəyirsə, tır barədə, reyslər barədə, yol barədə, sürmək barədə bütün sualları çalışacağam, cavablandırım. İnşallah ki, davamlı videolar çəkməyə başlayacağım. Bu aralar biraz vaxtım azdır, amma çalışdıqca hər bir reysə çıxdıqca sizin üçün videolar çəkəcəm, paylaşacağım. Siz də abone olun, özünüzdən müğayət olun. Kim ki bu yollardadır, Allah onun yolunu açıq eləsin, sağ-salamat gəlin, sağ-salamat gəlsin evinə, vətəninə. Sağ olun, abone olmağı unutmayın.